Yo, salam millət, mən səni yenidən bu tarixi anda salamlayıram. Çünki meyxana başlayır, Aynes TV ekranlarında. Sar tapanca səsləmiş olduğu kimi məndə, yəni Emində. Amma tapanca səsindən sən qorxmursan, çünki bilirsən ki, biz həmişə səssiz atışırıq. Qaydalarımız çox sərtdir, ucuzdan çıxır. Qalib isə bu dəfə yarım finala yüksəlir. Onların qiymətlərini isə Ustadlar Şurası müəyyənləşdirir. Buyurun, bu da onlar. Ustadımız Ağasəlim Çılda. Meyxana sevərlərin sevimlisi Kərim. Şair Baba Pünhan. Şair Gəzərxan Hacı Ələmdar Mahir. Meyxana Ustadı Ağa Mirzə. Və şovmen Məşdağalı Qorxmaz Əliyli. Meydana söz gladiatorlarını dəvət eləyirəm. Buyurun, bu da onlar. Xırdalandan Aydın. Sən də bilirsənsə, əgər ver döşürürsən qabağa, mən gələndə hörmət eyləyib durarsan ayağa. Gecə üçə işləyib özünü vermisən qırağa, oxuyırsan harasın xəlvətimin bir gecənin. Və Yasamaldan Rəşad. Artır günü gündən də özəl kanalların sayı. Baxmayın ki, çoxalır gözəl kanalların sayı. Yalnız Aynes'ti mavi ekrana sultanlıq edən. Yarışımız 3 turdan ibarətdir. Bugünkü mövzumuz isə ən aktualdır. Yəni torpaqlarımızın azad edilməsi. Biz indi püşk nəticəsində kimin birinci deyəcəyini aydınlaşdıracağıq. Aydınlaşdıracağıq, deməli Aydınla başlayaq. Haran götürürsən? Bu Kraliçe Elizabeta'dır. Allah canını sağ eləsin. Kraliçe Elizabeth başkası lazım. Başım ağrır. Onun tacı. Yəni başlayır Rəşad. Birinci mərhələ Tut Gəldi adlanır. Bu mərhələdə yarış iştirakçıları əvvəlcədən hazırlanmış sənət əsərlərini meydana təqdim edəcəklər.